olsun ki 93'te də eyni şeyi uşaq hafizəmdə qalıbdır. Eyni həyatı yaşamışam və bugün təkrarən eyni həyatı yaşayıram və mən Avropada lüks həyat yaşamıram. Bildiyiniz kimi mühacir, qaçqın, köçkün, sürgün, qaçqın nədir? Ən sonuncu duran nöqtə. Qaçqın kimdir? Ən aşağıda duran insan bir ölkənin qoltuğuna sığınır. Mən mühacir həyatı yaşayıram. Əliyevin DTX-ı, Əli Nağıyevi orada burada yazdırır ki, dövləti satanlar Avropaya qaçan. Avropaya uşağımı qorumaq üçün qaçmışam. Nə kefə qaçmamışam, nə şəxsi seçimim olmayıb. İndi kişisənsə, bu siyasi değilsə, kişisinizsə, kişi değilsinizsə, doğrudan da az da olsa damarınızda kişi qanı varsa, Əfqanla bağlı açdığınız bu cinayətçinə xitam verin. Bunun bir siyasi iğrənclik olduğunu göstərin. Mən də ölkəmə qayıtmasam kişi qızı deyiləm. Çünki bu mənim yox sizin seçiminizdir. Siz məni ölkəmdən didərgin saldınız. Siz mənim uşaqlarımı repressiya məruz qoydunuz. Siz məni Avropada qaçqın həyatı yaşadırsınız. Mənim ölkəm ola, mənim dövlətim ola. 21-ci əsrdə bütün dünyanın gözü Azərbaycandır. Nefti, qazı, qızılı, enerjisi olan, bütün varlığı olan, bütün varlıqlara sahib olan, ölkənin dilənçi, yoxsul, küçələrdə qalan, qoltuqlara sığınan qaçqınları yıxdan İlham Əliyev, sənin uğurlu siyasətin budur. Əliyev, sənin şərəfsizsən, sən ləyaqətsizsən, sənin Nağıyevin də kişi deyil. Ay Nağıyev, 70 yaşın var, bu dünyadan o dünyaya nə aparacam? Biraz kişi ol, qadını, uşağı hədəfə alma, bu qədər mi nakişisiz? Sərhədləriniz yoxdurmu? Bütün sərhədlərimi aşmışsınız. İndi durursunuz məni orada susturmaq üçün milyon dənə oyun oynuyorsunuz. Ay Bakıda anan var, ay nə bilim Şəkidə filan qohumun var. Əliyev, mənim anamı da bilirəm, o birisini də bilirəm, bu birisini də. Bu siyasi repressiyaları durdur. Sən ağlın satqına, sutquna, özün kimi şərəfsizlərə getməsin. Mən sadə vətəndaşam, haqqım olan üçün bütün belediye maneləri aşaraq səsimi ucaldacam və mübarizə aparacam. Bu mübarizənin qarşısına keçəcək heç bir qüvvə yoxdur. Allaha sığınaraq mübarizə aparıram, bunu da deyirəm. İlham Əliyev, sənin rejimin oğrudur, sənin nazirin vilayətin olsun, Kamranın olsun, Nağıyevin olsun, oğrudur, quldurdur. Əli Nağıyev, sənin bütün qohumun, özün, qardaşın, əminin oğlu, hamınız oğrusunuz. Sən gəlib yapışmısan Əfqandan. Niyə? Çünki Əfqan İlham Əliyev rejimi tənqid edir, müstəqil düşüncəli jurnalistdir, insan kimi insandır. Bu adam haqqı yazdığı üçün gəlib yapışmısan.